Gəl vuş bir 10 dənə. 20 dənə deyim, 5 dənə deyim, bilmirəm. Oğlu vurub, oğlu. Ha, öz oğlu vurub. Dedim, eləmə oruc neynirsən? Orucda da bıçaq girdi içəri elə pırama soxdu anasını varına verir. Xaçmaz rayonunun çay kənarı kəndində qətl hadisəsi baş verib. Kənd sakini 42 yaşlı Həqiqət Məmmədova oğlu tərəfindən bıçaqlanıb. Mərhumun doğmaları bildirib ki, yeniyetmə anasının telefon işlətməsinə qarşı olub və bu səbəbdən ana ilə oğul arasında dəfələrlə mübahisə yaşanıb. Sonuncu mübahisədən sonra qadın kənddə yerləşən qohumlarına məxsus evə gedib. Lakin yeniyetmə həmin evə hücum edərək anasına çox saylı bıçaq zərbələri vurub. Qətlə yetirilən qadın 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib. Belə şey görməmişəm. Mənim əslim nəsilim var. Baxma, burada kənddə yaşayıram. Gəlib sizin evinizdə hadisə törədildi də yalnız. Gəldi, anası çay dəmləmək istəyirdi ki, sahədən gəldi də, şeydən, kuzundan, işdən. Saat 6 idi. Hə. Bu da bir deyib qapıdan girdi içəri. Ay, bir qışqırdı, xala qoyma. Mən də divanda oturmuşam, xəstə adamam, iğnə dərmanım deyə göz qabağında. Hə. Dedim, eləmə, oruc neynirsən? Orucda da bıçaq girdi içəri elə pırama soxdu anasını varına verir. Neçə bıçaq vurdu? Canım, mən bıçaq sayardım. Yox, bildim də axır yəni tez vururdu da. Tez, böyle dəlqanlı şeydir. Hə. Kömək edə bilmədiniz də, hə? Qaçmadı. Aldım stolu ki, vurun başına ki, bıraxsın bıçağı əlindən. Sonra stol belinə düşdü, o da atdı bıçağı çıxdı get. Siz sonra xəstəxanaya daxil elədiniz. Adı 1 saat, 2 saat, 3 saat skorlar gəlmir vaxtında. Mordalla ondan sonra gəlirlər. Axı olmamışdı, heç nə olmamışdı, ölməmişdi. Qan içəri vururdu, qarın şişirdi. Axır vaxtında gəlsinlər də. Olmağa bir yol da yoxdur, bura kənddəyik. Burada yaşamalı da yoxsa şəhərə axılan kimi ayı bilirlər ki, bizə kənddə deyir, nə var kəndimizi qoyub gəlmişik, get Gənclik yaşı kəndində. Hə, ancaq telefon söhbəti. Anasını telefon işlətməyə qoymurdu oğlan, hə? Qoymurdu. Anası bir qədir idi. Qızqacda da yanaşırdı da, elə verir ki, hə? Hə. Bu saat hamısı telefon üstündədir, bu ailələr dağılması. Niyə görə qoymurdu? Kiminlə danışırdı ki? İşlə bağlı danışırdı. İşlə bağlı danışırdı. Deyirdi ki, sən bir qədirsən, niyə o kişilərini danışsan, o bursunu danışsan? Bu da deyir ki, yaxşı eləyirəm. Bunda da qorxu yox idi. Atası necə uşağına? Atası deyirdi, oğlum fikir vermə. Ata da ki, getdi nəvəsini görməyə, 3 ildən sonra tapıb, lirikə. Hə, o da çatan kimi daha biz zəng elədik ki, Yaşar belə olub, gəl qayıtır. 2 oğlu var. 2 oğlu var, hə. Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən müxtəlif tibbi müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mən bir də eşitdim ki, iltim vurulub, mən gəldim də bura, borda vurulub da. Mən evim kəndi başındadır. Bura kənd ayağıdır. Mən eşitdim. Kim vurub? Nə bilim, hadisə iltimi yanında olub, vurduk iltimi yanında, mən yanında olmayıb. Bildim, kim vurub eltinizi? Oğlu. Hə, oğlu vurub, oğlu. Hə, öz oğlu vurub. Neçə yaş? 17 yaşında olur. Neçə evladı var? 2 oğlu var. Böyücüdür bu, kiçiyidir. Balacası, balaca oğlu. Hə, balaca. 17 yaşı var. Hə, 17 yaş. Nə üstü olub? Necə olub hadisə? Telefon üstündə. Aha. Telefonla danışma deyib. O da telefonla danışıb da. Deyib ki, telefonu ver deyib sindirirəm. Verməyib də. Anası verməyib? Hə, anası verməyib. Ancaq telefon üstündə. Oyun üstündə, yoxsa ki... Yox. Kiminlə Başqa danışıb? heç nə deyə bilmərəm. Mən işə çağırıblar, işə gedir. Bilqadır olur da, yəni işə gedən olur, gəlin. Hə, onu dəqiq aydınlaşdırır İltim. ki, Hə. ana oğlundan telefon istəyir, yoxsa oğul Yox, anasından? oğul deyib ki, anasından telefon ver telefonunu sindirədəm. Danışmağa qoymur. Sindirim də danışma telefonla sən. Bax bu var, buna görə. Hə. Yoldaşı varmı mərhumun? Var. Atası Var, qeynim var, qeynim. Bu hadisə olan ev kimindir bəs? Hə, bu o bir ilkin əmisi oğlunun öydü. Qonaq gəliblər onlar. Yox, burada gəlib bir 4 gün qalıbdı, küsüb gəlib ki, telefon alıb sindirmək istəyir deyə oğlu gəlib qalıb burada. Anası gəlib burada qalır. Hə, burada. Oğlu sonra gəlib dalınca. Hə, oğlu gəlib sonra. Hə.
Mən də belə oturmuşam. Qapının ağzından belə qaraltı keçdi, işıq qaralırdı. Dedim ki, həqiqət orada kişi xeylağı gördüm. Dedi ki, hə, orucdur da. Oğlu. Mən də dedim, orucdur da, anası ölmüş, aparmağa gəldim, nə bilim. Hə, mən özüm ki, gücünü tapıram, dul arvadım, oğulsuz, ərsiz, tək adamam da. Hə, o da hərdən artığı şeydir. O işi Allah rozumuzu verir, verəcəkdir, hamımızın. Hə, sonra qayıtır, daha mən nə bilim ki, bu yoxsa deyərdim, qaç içəri, qaç, nə qapını bağlar. Mən belə oturdum. Vay, o da çay dəmləyirdi, qəhvədanı qoydu yerə, belə çevirilənəndə gəlir vuş, bir 10 dənə, 20 dənə deyim, 5 dənə deyim, bilmirəm. Soxdu bunu qarnına. Oruc eləmə, qaçdı üstünə. Gördüm, mənə də görə, çünki bu adamı qan tutub. Mən qaçdım bu yana gəldim, ha, vurdu. Qətl hadisəsini törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polis tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir. Nizami Rəsulov, Nüşabə Baxşıyeva, xüsusi olaraq Dinaz TV üçün.